Baş sponsor Soundride, Lovell traktorları, xüsusi sponsorlar Patron tulları, Azərbaycanın kolası Buz Kola. Nasip kardeş. Hardan diye. Ah. Düştü yere. Az. Neymiş sana? Sımalla korktum elə bildim cin diye. Çin özün sana az. Mənə cadu eləməyin 5 süründə ərimə eləyirsən. O traktor neysən ki işləməsin, pulsuz qalsın. Az ne cadu, az ayıp diyor sizin çünkün. Ben size cadu eləyənəm. Az bir de sifətimə bax, gör bu sifətə heç cadu eləyərlər. Hazır cadu olmuş sifətdir də. Az gel öz sifətimə baxın. Ne olur? Qohum, qonşu hamilə olanda sənə baxmırlar ki, uşaqları sənə oxşar, yazıq. Az, sifətimə bax, 100% anon sənə hamilə olanda qonşunun itinə bax və yarış itinə oxşayırsan. Mən sənə məsələn it oxşayıram. Oxşayırsan, əlbəttə Sən oxşayırsan, az. Qoy sənə indidən deyim, şəhərə gedəndə ağız açıq gəzmə. Olmazsa ağız açıq gəzmək, cərimə eləyərlər. Bir də parkazda sizi buraxmırlar, biləsən. Niyə çünki? Ay sağ ol. Namornik vurun. Ay sağ ol. Sən adam kimi sənlə danışıram. Sən bir dənə hürsün, qaçacağam mən buradan ha. Sən de görün burada nə işin var sənin? Sən kimsən ki sənə məlumat verəcəyəm? Kimsən də? Mən münasib qardaş lazımdır mənə. Hə, uca qardaş hə. Bəli, qardaş. Bir dəfə də çay qoymamısan nə qabağına. İndi necə qardaş oldu? De görüm nə insan onu? Deməyəcəyəm sənə. Ay doğuya noxud vuran eybəcər. Mən sən. az bir tərəfdə doğuya noxud vururlar, ay yazıq. Hə elə. Amma bir tərəfdə mən doğanın içində noxud görəndə elə biləm qutuda səni görürəm. Az mən noxudsuz doğuya içəndə elə biləm ki, xəyanət olmayan türk seriallarına baxıram, bildin? Az o türk seriallarının baxana kimi o doğuya pişirməyi öyrənəydin də. Bilirsən sizin doğuya niyə yaxşı olur? Çünki nəslinizin çoxsu qatıqdır. Qatıq? Qatıq da əlbəttə qatıq. Sənə deyirəm. Mənim nəslimdəki görmüşəm də əmlərim. Sənə doğuya pişirir. Nə doğ? Tökərəm doğanın təpəndən ortasında. Az mənə münasib lazım. Sən kimsən? Çıx. Az, davay ya. Ne olur? Bırak süreceğim. Özü ver lan hangisi? Yolacağım onu bırak. Az yaxşı. Əl çək, bırak görüm necə yolur. Belə yolmağa meyillisən. Həyətdə hündüşkalarınız var ha. Gel onları yol, ver münasib qardaş yesin də öz razından. Nisa, qurban ol. Qəşəng onu yol. Pomidorla, soğanla qoğurum. Yiyeyim də onu Nisa. Hadi diyen bir dəqiqə. De görüm hardaydın sən? Hara getmişdin? Az niyə soruşursan? Varatnikinə baxın da. Sən qərət bil ha. Hardan gələcəm? Müdür çağırmışdı, onun yanına getmişdim. Mənə bax Münasib. Hə. Mən sənə aldığım parfumu niyə vurmursan? Yaxşı adıma düşdü Nisa. Mən səhər duranda onu axtardım, tapa bilmədim. Parfümü qoy qırağı. Deyin görüm siz burada nə edirsiniz? Siz birdən ikə sahəyə gələn deyilsiniz. Yox, münasib qardaş, mənim səninlə vacib söhbətim var. İntihası bu var, bu yarış iti. Bu burada olmasın. Yox, elə şey ola bilməz. Həyat yoldaşımdır. Mənim ondan gizlin sirrim yox. Mənə telefonda anam SMS yazandı. Mən birinci ona qulaq astıram, sonra özüm qulaq asıram. Aldım payımı. Yaxşı, nə olar, qulaq asın, eybi yox. Sənin canın sağ olsun, sənə görə ya. Sağ ol, sağ ol. Qulaq as, bu meydana nəsə olub, bilirsiniz nətərdirkən? Elə bir ki, axşam gələndə toydan, belə qanı qara idi, belə nəsə bir tər idi də. Deyirəm ki, meydan, nə olub da, nə baş verib? Dinmir, danışmır, belə özünə qapanıb. Bayaq da eşidirəm ki, telefonla danışır. Kiməsə deyir ki, mən 100 manat verə bilərsən təcili. Deyirəm, birdən sıxarlar, incidərlər onu 100 manata görə yeyəm. Allah köməyimiz olsun. Münasib bir qardaşım gedər onu əlini qoyar çiyninə, ona bir yardım eləyər, duasını eləyər. Əlini çiyninə qoymaq lazımdır, əlini cibinə aparmaq lazımdır. Az münasibin pulu var, ya mənim pulum var. Az falçıya gedmək istəyirəm, bir nəfər var onun dilini ağzını bağlatdırmaq istəyirəm. 20 manat tapa bilmədim. Pul yoxdur bizdə. Kimin dilini ağzını bağlatdırmaq istəyirsən yazı? Baba sənin. Mənim. Bax bu dəqiqə sənin. Sən zəlli olasan. Zəlli Sən olasan. Mən deyirəm pul lazımdır, deyir ki şeydir. Yoxdur, münasibin pulu yoxdur, başa düşmürsən. Bax da ciblərə bax, bomboşdur. Bax bu nədir?
Vay Allah. Uy mama pullara bak. Bəs deyirsiniz yoxdur. 100. Ha ver bura o iş. Yəqin onun puludur da. İşin puludur bu, işin puludur. İşin puludur. Sen buna İşin gel puludur. akşam. İşin pulu, işin pulu. Dərdliyəm, dərdimi kimə söyləyim? Arağı cakuç qaşız, içim göynəyim. Dərdliyəm, dərdimi... Ha kardeş ne olur? Ne baş verir? Ben senin ne problemin var ki benim haberim yoktu. He? Qaqaç, He? açığı bırax. Onsuz da yük olmuşam sənə, dərdimi də deyim yükləməyim səni. Kime demezsen ki? Sen benden başka kardeşin var bu hayatta. Mənə demezsen de. Gördün, bir ibrət al da. Meydan. Aşkı Tom. Mənə baba qəşəng patron yağalmışam sənin üçün. Ürəyin nə yemək istəyir bişirim ye. Nə olur? Almamısan Yolda gələndə də yol üstü münasibə aldırdın onu. Nec, durum cəyim içim. Ha, otur görüm. İçmek nedir? Senin derdin o kadar büyüktü ki sen o şişirden içirsen. Münasip, Ha? nə qərar çatıram. Gör istəyən olsa deyərsən. Ha ne dakika senin problemin? Sen o probleme göre niye ne karan satasan ki? Yani 100 manatlıqdırsa derdin verim de o pulu. Münasip, hardan bildin mənim gücümat borcum var? Bilir də sənin ağrın 100 manatlıqdır da. Ha, sen yadından ne tez çıktı? Biz eşiz kardeşik. Ben hiss eləyirəm. Hadi görüm ha. Münasib varınsa 35 manatı mənə ver də. Yəni də. Qəşəng yorğanuzu görmüşəm. Can da yorgan vaktidir. Can da. Hala kardeşim. Get mesele ve hell elə. Ne içki içirsən, ne de nagaran satırsan. Hala. Münasip. Sən mənim üçün nə qədər kömək elədin. Yaxşı, yaxşı. Elə bir mənim üçün də yük götürdüm. Mən paraçutundan düşdüm yerə. Meydancı qurban olum gecədə sakit qonşular. Qoy bilməsinlər bizim sirrimiz, dərinimiz, sərimizdən. Ağlama. Münasip. Ha? Buyur. Ben niye qaytarsan ki bunu? Bu gün mən Neçə bacı sənin üçün ətir almışdı. Ha, o götürdüm ki, bir iki dənə, çox yaba bura bir dənə vururum, bir dənə də bu əlimdən düşdü, çındı. Ne danışır? Mən də deyirəm, duxunu yoxa çıxıb. Sındırıb duxunu. Nisə? Deyim onu, mən özüm. Əlimdən düşdü, Bilirəm Ha, bunu da görüm. Nasip ayıp diye. Ben görürüm. Gecədə qonşular. Bu da gələr meydan. Qoyma da, nə O oldu? görsün onu. Atam geldi. Atam geldi. Ata. Buyur ata. Atam geldi. Ay sana dünyanın en güzel atası. Ne balığı? Ataşanı. Ataş buralarda süleni. Səsə bax, səsə. Vay, mən heç anamın laylasından bu qədər xoşbəxt olamıram. Nəinki sizin səsinizdən. Mən sizin qulluğunuzdayam, müəllim. Ben buradayım da narahat. Mən buradayım. Bəs də, Can, nə can. ana. Qutarın da bu söhbəti. Sizə də onu deyim ki, siz mənim ana əvəzimsiniz. Bunu biləsiniz, bəli. Hamı bilir. Nə ana, yığışdırın da bu söhbəti. Deyin görün bu işlə bağlı nə eləmisiniz, nə iş görmüsünüz? Onlar ata birinci ben diyeyim. de. Böyük evlat kimi. de. Elə bir ki işçilər bir balaca özlərini yaxşı aparmırdılar. Danlamışam. İstəyirəm ərzələrini də yazsınlar, çıxsınlar, getsinlər. Qürbət müəllim, ofisdə israf olan kağızları hamısını hesabladım, necə lazımdır. Yəni israfçılıq var o. Gələn aydan xahiş edirəm mənim maaşımı azaldasınız, bəli. Azaldın. Bu mənə xoşdur. Bir dənə sən satmırdın, sən də gəldin. Qürbət müəllim, sizə çay gətirmişəm. Elə burada. Burada nə var ki? Elə burada. Öz aralarında nəsə danışırlar. Dəymə, bir şey yox. Bizə pis olmasını. Narahat olma, mən ölməmişəm. Teşekkür. Teşekkür. Görən gözüm yoxdur da bunu da. Hə, gör nə deyirəm. Bəli, əziz ata. Zavodda vəziyyət Mən pisdir. üzr istəyirəm, sizə yaxın mən olmalıyım. Buyurun. Zavodda vəziyyət Hələ özüm olum da. Qulaq assın. Bildim də, deyil, zavodda vəziyyət pisdir. Bəli. Buyuruz. Ona görə də Bəli. ixtisar eləyəcəm. Bir 50% işçini işdən çıxardacağım. Bəli. Na primer bax bu. Nəyə lazım? Adı deyən, məsəl üçün kimləri çıxardacaqsın? Məsəl üçün mən özüm birinci iş dəyərləndirməsi aparacağam. Bəli. Ondan sonra qərar verəcəm. Kim çıxsın, kim qalsın. Bəli. Hadi, siz bilən məsləhətdir. Kim çıxsın, kim qalsın? Ata verin, mən cavab verim. Özü. Bəli. Hə, mənim qonağımdır. Ona orada bir yaxşı yer verin, otursun.
iş görüşməsi olacaq. Yarım saata da özüm gəlirəm. Yaxşı, oldu. Hə, qulaq as. Bəli. Gör nə deyirəm. Bəli. Mən gedirəm, işim var. Sabah gəlib qərarımı açıqlayacağam. Bəli. Bildiniz? Bəli. İşinizlə məşğul olun. Buyurun. Yavaş. Özün. Buyurun. Ata buyurun. Oldu, özüm sabah gəlib danışdım hər şey. Sen hara gedirsən? Şu biraz oynayın. Biraz küçük oynayın. Çok adamsın. Bir yan küçüğünü oynayın. Hiç. Oturun biraz. Sağ salamat. Sosyete dallarıca atardım. Eşidirsən? Dinən, nə olub? Dedi bəzi işləri işdən çıxartacağım. Biz nə edəcəyik? Mehbalım, sən niyə belə narahatsan? Narahat olmam. Hər ay sənin ərzaqı alacağam, kamnalıb ödəyəcəyəm. Başa düşürəm, sən həmişə uğurluq üstündə işdən çıxmısan. Bu səfər ixtisarla çıxarsan. Narahat Ki olma. bilirsən mənlə var, get qarnı qaşı. Bu işdən, mən işdən çıxıram, sən işdən çıxmaqdan qorxcunan da. Sən o diplomu Dağıstanda almısan, amma mən burada oxumuşam. Sənin diplomun heç nəyə yaramır. Keçən dəfə sənin diplomunla milçək öldürmək istəyirmiş, milçəyi də öldürmədi. Nədir o materialı bilinmir, nədir sənin diplom materialı? Heç yaxşılıq yoxdur. Heç. Aha, tuttum sizi. Tutdun bizini, elə deyirsən bacı, elə bir günən ki, mən bunu döyürəm burada, incidirəm burada, mən bunu nə vermiş ki? Ayka xanım, siz bizim adımıza söz çıxacaqsınız axırda. Düz deyir Ayxa xanım. Nə olub ki, nə baş verib ki? Qürbət müəllim burada yoxdur. Sizin burada nə işiniz var? Özdə otaqda heç nəyi qurdalamayın. Mən gedirəm, qaydanda sizi burada görməyim. Narahat olmayın. Bacı, narahat olma. Bu Ayka bizim axırımıza çıxacaq. Kimi? Bizim axırımıza Ayka çıxmayacaq. Bizim axırımıza müdür çıxacaq. Bayaq gördün telefonla danışdı ya. Dedi kimləsə görüşə gedirəm. 100% gedir təzə işçi çağırıb onunla görüşəcək. Bizim ikimizdən birini vuracaqlar işdən. 100% o da sənsən. Mənim neyimə lazım? Mən çox yaxşı işçiyəm. Mən özümdən narahat deyiləm. Heç mən də özümdən narahat deyiləm. Adatyani, biz nə edəcəyik? Heç nə gedək ata oturan restoranda görək nə var nə yox. Orada yerində bir şey fikirləşək. Gedək. Gedək. Mənə bax sən hiss eləmirsən ki ata bizi 2 gündür. Heç belə. saymı. Dindirmi? Buna görə. Dindirmi? Qabağa olmasa bizi indi nə bilim. Müəllim, zavodda bizim işçilər üçün hər cür şərait var. Oradakı işçilərdəki öz balalarım kimi çox istəyirəm, onlara öz balalarım kimi baxıram. Nə gözəl. Zavodda hansısa problem olduğu, o problemləri o dəqiqə həll edirik. Problemlər haqqında həll yönümlündə düşünən beyinlər çoxdur. Eşidirsən Mehbalım? Bu işçi çox savadlı işçidir. Bu hələ belə zavodu tərifləmirdi. Qürbət müəllim onu işə götürəcək. Biz nə edəcəyik? Sən narahat olma inanı. Mehbalı müəllim 30 ilin torba tikənidir. Görün nə oyun çıxaracam, bir dəqiqə tələsmə. Buraya gəl. Onları görsən ki, nə? Düşünürəm ki, razılaşsaq elə zavodumuz üçün də, sizin üçün də yaxşı olacaq. Nə gözəl. Ümid eləyirəm hər işimiz üçün xeyirli olar. İnşallah. İnşallah. Müəllim, çox üzr istəyirəm. Bağışla. Eyb yox. Narahat olma. Mən özüm, narahat olma. Bağışlayın, mən bir dəqiqəyə gəlirəm, bağışlayın. Salam. Salam. Salam aleyküm, salam aleyküm. Aleykümselam. Necəsin, nə tərsiz? Siz kimsiz? Atam balası. Atanın balası. Biz kimik? Biz sənin gözü baxmağa gəlmişik. Bəli. Yəni istəyik səni ayıldaq. Bayaqdan elə bir ki, qıraqdan müşahidə edirik. O müəllim deyir ki, mən belə işçilərə dəyər verərəm, belə qiymət verərəm, yalan deyir. Maaşlar da vermir. Zam verir konkret insana. Qürbət müəllim işdə işçiləri təhqir edir. Bəli. Bəli. Bax, şəxsən bu qardaşın belində rajok qurub. Aç göstər. Bir dənə belimə baxın. Aç göstər. Ehtiyac yoxdur. Çox xahiş Hər şey aydındır. Çox xahiş edirəm. Baxa bilərsin yəni buradan. Deyir ehtiyac yoxdur. Əbi, əyləş. Mən gəldim. Ataş, Mehbalı, siz nə edirsiniz burada? Heç ata, elə bir ki, söhbət edirdik. Söhbət edirsiniz. Yaxşı ki, sizin işçilər gəldi, mənə hər şey dedi. Nəyi? Kim nə dedi? Nə demiş sizə adama? Eşitdiklərim mənə bəs eləyir. Yox, bir dəqiqə. Nəsə anlaşılmazlıq olub. Bir dəqiqə.
Ne dediniz adama? Atacan ben işte dememişim. Ola bilər bu ne? Sizin başınız xarabdır. Zavoda pul bırakacaqdı. Investor tapmışdı. Hamısını bu elədim. Siz neyinədiniz? Əsəblər bir cilovla. Siz neyinədiniz? Siz ne? Kardeşim su ver de. Su verin, su ver. Su verin atama. Başınız xarabdır sizin. Adamın ne dediniz gitti. Su gətir. Kim ne dedi buna? Hiç ne atacan bir anlaşılmaz. Nesine gitti? Mənim sakitəm. Ay investor elden çıxdı. Ay müəllim. Suyu gətirin, suyu gətirin. Siz nə danışırsınız? Bu su için. Su. Ay qardaş. İç. Ay Sən nə deyirsən? Mənim 50 manatım nə oldu? Ne istiyor o? Mənim 50 manatım nə oldu? 50 manat. 50 manat ne de? Deməli siz afsiyanda qəssən pul verib çayı mənim üstümə qəssən tökdürdünüz, hə? Şimdi Olmaz, əsəbləşmək. Atamdan soyudum evləndiyim gün. Ürəyəm, mənim də qırılmağım var. Mən güclü adamam, yıxılanda da qaynata tərəfə yıxılmağım var. Boy. Ha, Sandıra itti bu oğlan. Daşından emlakçı bu oğlan. Ara gedirsen ne olur? Heç də dilxoram biraz. Nöşül. Deyirəm, bu qədər şeylər yazıram. 1000 manatım yoxdur ki, özümə kitab çıxardım. 1000 manat lazımdı sənə, kakras. Gel seni düzeldim Sandırayda. Ayda 1000 manat maaş al. 300 manat bonus, hələ çaq-çıxın da olacaq. Bırak kitablar bu da. Aa, Doğrudan deyirsən. olmadı ki, düzdür. Sənin şeirlərin 1000 manatlıq deyil. Amma bu oğlan dedisə ki, səni Sandırayda düzəldəcək, demək düzəldəcək. Otur get. Düzəld məni iş. Otur get. Nə olur? Sən ki məndən kitab istə. Pulu qazanım sandıqda Mənim gözüm üstə. kitab çıxardım. Baş Sür, ay sən sür. Baş sponsor Soundtrite. nə olub? Bax yenə nə var? Ay münasib, nə qədər zəng elədik, açmadın telefonu, məcbur olduq gəldik bura. Ay qız telefon vaxtıdır. Sən bilmirsən əkin biçim vaxtıdır. İşdəyəm mən. Münasib qardaş, bu deyir ki, Yadulların elə ki, oğlunun toy günü, Tofiqənin qızı deyir, həmən günü gəlin köçdü. O düz söhbətdir, həmən gün elə ki olmuşdu o. Yəni yadıma sal. Yadulla dedi. Ay. Yadullanın oğlu biçim vaxtı evləndi. Hə. Tofiqənin qızısa sulama vaxtına düşürdü. Yox. Ay, sən oxay ləzzət elədi, gördün? Sənin də öz kalendarın var, edirəm münasib. Bu miladi təqdimidir, yoxsa hicri? Hə? Əslində bu münasib təqvimidir. Başqa söz söhbətiniz yoxdursa mən işimi görüm. Gələnlə traktor almalıyam. Doğrudan. Münasib qardaş, bir leşli bu traktorda alma olur ki. Niyə olmur ki? Elə qazan. Bəs nə? Prior leasingdə hər şey azaddır. 60 aya qədər leasing, 40%-nə dövlət subsidiyası. Dövlət subsidiya. O vaxt mən peşə-məktəbində alırdım subsidiya. Ay git, subsidiya bilsən nədir? Hə. 40%-ni dövlət ödəyir. Ay sağ ol. Hə, elə. Hə. Sən mərci uduzmusan, bugün qablar sənlidir. Haydi görəyim səni yavrum, mən getdim gələrsən. Yerə soxum səni. Bu ömrü boyu qab yuyandan sonra o qablar ikinci dəfə mən yumuşam, təmiz olsun. Yaxşı. Sən ano, sənə qab yumağı öyrədim, və babal yumağı öyrədim. Gör nə deyir. Vurdun sənin yadında deyil ki, Tofiqənin qızına bax elə gedik. Hə? Başımı itirmişəm mən. Niyə? Nə bilim, nə? Yaxşı, get, axşam görüşərik. Yaxşı. Baş sponsor Lovell traktorları. Oldu xəyallarım gerçək, dəyişdi. Arzular dəyişdi, istək dəyişdi. Səni tanıyandan hər şey dəyişdi. Yaxşı ki varımsan, həmişə var ol. Arvad sən də şeir deyə bilirsən. Ada bədahətən gəldi. Doğrudan, onda bir dənə həyat yoldaşı şeirdi görüm. Bəxşiş, mən xeyirli şeylər üçün şeir deyirəm. Məsəl üçün patron yağı üçün. Görmürsən orada nə deyirəm? Yaxşı ki varımsan, həmişə var ol. Ay qız, mənim nəyim əskidir ki ondan. Onun da kimyəvi qatqısı yoxdur, mənim də kimyəvi qatqım yoxdur. Bir dənə fərqimiz var, o da soyuq sıxım. Neyniyim, dedim özümü sıxdırım. Sən ürəyimi sıxma. Mən bu saat sənin üçün patron yağı ilə qəşəng bir dənə yemək bişirərəm. Yeyərsən, gedərsən. Pişir. Xüsusi sponsor Patron tumları.
Bismillah. Ne olub Baxşeyiş? Belə necə oturmusan? Heç nə, deyirəm birdən başım qarışıq olar, bu kompüteri gəlib oğruyar kimsə. Mən bu kompüteri almaq üçün bir sən nə qədər qəbir daşlarına şeir yazmışam. Ay ata, sən 5-10 manata yazırsan şeiri. Bundan almaq üçün gərək bütün kənd qırılsın, hamısına şeir yazasan. Qızım, sənə bir söz deyim, səslənmə. Qonşularınız da heç kimə deməyin. Bizdə Akif var kənddə. Onun bir babası var, 93 yaşında öldü. Ona çox yaxşı bir şeir yazdım. Akif də mənə yaxşı pul verdi. Nə qədər verdi, nə qədər? Az bəssi də. O saat pul maraqlandırdı bunu. Sonra şeiri necə yazdın, əzəbəziyyatla yazdın, necə yazdın. Sən bilsə ki, mən ləzzət çəkirəm şeir yazanda. Düzdür. Yarısını yazdım, yarısını da saxladım. Ata, bəs o qalan yarısını neynədin? Qalan yarısını mən də soruşdum ki, neyniyim? Dedi, onsuz da nənəm vot da ölür. Ora yazarsan yarısını. Dedim, yaxşı. Ada, sən mənə bax, nə qədər pul vermişdi sənə? Ay baba, yenə pul fikirləşir. Ay qız yaradıcılıqdan danış, ədəbiyyatdan danış, şeiriyyatdan danış. Bir sual ver mənə ki, nə şeir yazsın ona? Nə şeir yazdın ona? Dinlə. Ay bax bir şeiridir görüm, hansı şeiri yazdın ona? Yaxşı da ata, dinən görək nə şeir yazmısan? Ba. Görürsən necə qız böyüdmüşəm? Ədəbiyyat sevər, şeir sevər. Gözdə qızım deyirəm sənsin, gözdə. Yazdım ki, ayrıldıq düşübdü üzüyün qaşı. Mən bu məhəbbətdə naşıyam naşı. And içən deyiləm hər dəqiqə başı. Babamın görürsün, səni sevirəm. Nə bayda bir də o üzün gülməsin. Dedim Bibingülə bizə gəlməsin. Atam eşitməsin, anam bilməsin. Babamın görürsün, səni sevirəm. Keçir ürəyimdən 20'lik boru. Cavdudan pitidən özüvü qoru. Qorxuram axırda çatdıya yoru. Babamın görürsün, səni sevirəm. Başa düşmədim, mən ata. Bu şeirin rəhmətliyə nə dəxli var? Axı bunu arvadı üçün yazıb. Hə də qızım, arvadı üçün yazıb da. Palit olunmamaq üçün baş daşına vurdurub. Boşum nəysə, gedin, mənim işlərim var burada. Gedin, Kəramətin kitabını oxuyacağım, gedin. Gəl bəri, padyomnikdir bu oğlan. Vay, gəlin, sıxıq bayda. Teşekadır bu oğlan, gəldi. Vandam gəldi, Vandam. Bu nədir? O, Tampo da gəldi. Tampo kimdir? Bu necə evə girişdi? Başa düşmədim. Nə olub? Öz evə girməmişsən, ne? Bəs necə girək? Ta bura o qədər gəlib getmişik ki, buranı yad hesab eləmirik. Öz evimiz bilirik buranı. Hə, yəni bu nədir? Maşın aksesuar dükanına oxşuysan, bunlar nədir beləsinmişsən? Arvad sən danış, mən danışanda onlar inanmır, danış. Yaxşı, deməli Baxşeyiş qardaş, bizim bu kişi... Yan, özüm danışım. Bizim bu kişi getdi tarix nadirə. Deməli, Kəlbeyiş, mən gəlirəm elə bir ki, yolun qırağı ilə, gördüm bir dənə çeşqa, mənə protiv gəlir. Marqat elədim ki, o yana get. Belə, marqat, gördüm yok gəldi, mən də getdim onun üstünə. Çıxdım üstünə. Doğrudan. Bəli. Deyirəm, müğayət olur, adarazada düşərsən bu maşından. Bir də mənə bax, maşını satsın, nömrənin üstünü bağla, saytda görsənməsin. Mənə lağ edirsən, maşınla getmədim onun üstünə. Belə getdim, teşeka kimi. Girdim maşına, qabaqdan girdim elə bir ki, arxadan şeydən çıxdım, bağajdan. Vay. Ha, bu dəqiqə sən mənim gözüməm, üçün kuruğu kimi görsənirsən. Girəcəm indi üçün kuruğuna bu dəqiqə, canımcı bax, buradan girəcəm. Xəstədir bu, dəlidir bunda da. Mənə bax, mənim o teşeka oğlum sizə gəlməyib. Yox. Nətər yox, və hardadır? Biz nə bilək, oğlunuz sizdə qalır da, bizdə qalmır ki. Ay qızım bilirəm, bizdə qalır. Amma çoxdan çıxıb evdən. Kalbası axtarıb tapmadı. Dedi Baxşeyiş Atagildə həmişə kalbasa olur. Gedirəm yeməyə. Bizdə kalbasa yoxdur. Baxşeyiş də icazə vermir kalbasa almağı sizin oğlunuza görə. Ay, sağ ol. Bildim yaxşı kalbasanı qoy kral, kalbasanı geri dindi. O boyda oğlun itib dağ boyda bir kalbasa. Deyirəm bizdə deyil. Deyirəm birdən gedər qatar matar da trofəri deyil ha. O mənə kimi belə çiyinli miyinli deyil. Ölər Cəhənnəmə nə olursun, deyirəm bizdə deyil oğlumuz. Gönün başqa evdə axtarın ha. İşim gücüm var kızım. Get kompüter zaratkasını tak gələm işim oldu. Şeylər yazacağım kompüter. Kompüterlə yazır. Özüm. Nə şeir? Mən sənə bir dənə qəşəng başlıq deyim yaz. Atın nə başlıq? Çıxdı günəş, partladı qaz turbası. Qəşəngdir bunu yaz. Ay ata, nə kompüter yox deyə? Necə yəni yoxdur? Ya. Hani mənim kompüterim? Necə hani? Nə olub? Bayaq qucaqlamamışdın? Qucaqlamışdım.
Ne oldu? Kompüteri kucaklamıştın. Aruzda neyse var? Vay senin oğlun gelip oğruyor. Kimin oğlu? Senin oğlun kompüterim oğruyor. Aşı ne danışırsan benim oğlum oğurluk eləsə basıp gözün deşərəm Özə kompüter. Yok. Ben ona demişəm oğura ya xala denlik ya da ki kansener. Boyun almırlar. Bunlar oğruyor bunlar. Oğlu Aşı gel oğruyor. turlan buradan. Gel turlan buradan. Kompüter. Kabasa yoktu. Bunu arasına koyma. Neyin kompüteri? Yok. Çöreğin arasına. Bu kimdi? Bu kimdi? Bu diyan tanış eləyim, fazla koymayınca eləyim də. Bu mənim oğlumdur. Soldan üçüncü oğlum. Quzun obirləri bəyənmədi. İçində ən yaraşıqlısı budur. Başa bax, qazan qapağını oxşayır. Sənin qızıva bunu alacaq. Qələt edəcəksən. Cəhənnəm olun mənim evimdən. Ben size kız veren de öyle. Kime deyirsən qələt eləyərsən? TŞK-ya? Sen ne deyirsən? Bu bedenin sahibine? Pa! Rembo 1, Rembo 2, Rembo 3, Rembo 4'e? Hadi yürü da. Sen benim yüzümü kara eyledin. Sen ölürsen ben bilmem sen neyle vuracağım. Oğlum da bu. Ver bana. Ay tamam. Bu beni cezalanmalı. Benim kanka. Seni de bak deşik Geçinden anlamı başa. Bize qeyd yanına, mən oğur deyiləm. Pəncərədə indi oğur əlində notebook açırdı, mən də basım döydüm. Kimi? Oğurunu, mən oğur deyiləm. Oğludan aldım. Bağışla beni, plastik. Plastik alakaya yanına. Ya beton plastik maşınım değil benim. Tendirim değil, tendir. Buna bak köğüne tendir. Kara patlak top. Ağlama. Vebalı, Bəli ata. işe niye gezinsən? Ata elə bil ki, qaynanamın, O bahanəni dünən eləmişsən. o eləmişəm. Elə bil ki, bizim uşağın, Ay onda 3 gün bundan əvvəl demişsən. bibimin ərini... Onu da sırağa gün eləmişsən. Mehbalı, daha bahanə qalmıyor. Və də görmüşən niyə gezirsən? Açığı qoy deyim də müdür. Mən işə gələndə hər gün evin qabağından patron tumu alıram. Raşotumu gözüm içində çıt gəlib tum bitəndə gəlib çatıram iş yerinin qabağına. Bugün tələm-tələsik patronu da ala bilmədim. Amma itirdim ki, gedişat. Dayan. Bəli. Dayan. Gəl buna nə qədər tum eləyir, al. Bəli. Çırtlaya gəl işə gecik. Baş üstə müdür. Buradan bizim evə qədər nə qədər patron eləyir? O müəllim gələ tutlayıb bir dəfə yoxlayasan da buradan aldığın tutletdə getməlisən evə. Bir dəqiqə bircə dəqiqə üzr istəyirəm. Buyurun müəllim. Buyurun mən sizə. Buna baxın müəllim. Mən öz patronumu verim sizə, tutlayım da yoxlayım da nə var nə yox. Bəs sən patron almamışam. O müəllim açığı o evə qayıtmaq üçün almışdım da, yoxsa evə qayıtmaq. Bəli. Keç bu dəfə, keç. Dərin. Amma Bəli. o pulun maaşından çıxacam ha. Oldu müdür. Çox sağ olun. Çox gençkirəm yoxsa söhbət eləyərdim sizinlə. Yeri. Xüsusi sponsor Patron Tumları. Meydan. Toyda yoxdur, hara gelsən ki? Ceyran, qaqaş çaçımı qıxtırım olum dinlə olan da. Yaxşı, get. Qaqaş, açma. Niyə? Qaqaş, mən bərbərim biləndə ki, içini qutaracaq, buçkola içəcək, başlayır teşləməyə. Yox, əgər buçkola olmadı, başlayır söhbət eləməyə, çıxır, onu yacır, bunu yacır, o ilə da açır, bu ilə da açır. O bir mən yapam. Bildim, Meydan, sən uşaqsan. Hər ya bu buzkola ilə buzkola qutarır. Alo. Ala bunu götür. 2-3 dənə də traktorun da var. Get götür onu. Qaqaş, bəlkə açarı verəcəm mənə, məncə... O biraz çox olur. Get. Get. Buçkola acına başlayacaq, işləməyə. Get. Həmişə təmizlikdə Meydan. Bakı. Xüsusi sponsor Azərbaycanın kolası Buz Kola. Yox, belə interesli adamsan, dinəli. Toyunda içki verməyəsən, dinən verməyəcəm də. Əvvəlcədən dinən, qardaş, mən yeyib içən adamım. Mən nə pislik eləmişəm sənə. Yaz günən ki, içki verməyəcəm. Əgər mən o toya gəlsəm, ağzım heç rumka boyda açılmasın. Görürsən bunu elədiyi hərəkətə bax. Bəlkə İkram istəmir biz onun toyuna gedək. Kim?
İkram ömür boyu gedib 10 mun toyunda bir sən nə tər içib, vedrə ilə içib. Toydan düz bir ay qabaq hər gün yığır ki, dəqiq verəsən araq. İkram elə adam da, özü xırnisiyindən. Nə bilim. Sən də ki, arvadın qoxusundan toya girməmiş deyirsən ki, gəqidə birinci pulu yazıra, birdən içərəm yadımdan çıxar. Arvaddan qorxmaq lazımdır. Arvadda güclü varlıqdır. Bax, təsəvvür elə evdə yemək pişirir, hə? Qaynanasının, qaynatasının, evdə olan uşaqların, karoçuda evdə kim var hamısının. Yemək pişirəndə o yeməyi beynində analiz edir ki, bu yemək onların xoşuna gəlsin. Ona görə arvaddan qorxmaq bizim mənəvi və fiziki borcumuzdur. Pulu da toya girən kimi yazdırmaq lazımdır ki, arvaddan aron deyməsin. Bildim də, qorx da arvaddan, sənə kim nədir, qorx da. Hala intacı bir gir içəri, gör elə bir yemək verirlər, bəlkə verməyəcəklər. Biz toya girsək, görsək stolda araq var. Oturacağıq toyun axıra kimi orada. Bir də ki, yeməksiz toy olur, elə şey olur. Nə şey olmur ha? Canımcığım, mənim də bacanağım oğlunun toyunda yemək vermədi. Ancaq meyvə içki. Canım üçün gənclikdəki meyvə yarmarkasına oxşayır deyə toy. Yeşi ilə gəlirdi meyvələr. Hər şey ancaq meyvə. Elvar, buna kostyumdur. Restorana gedən yoxlamaya oxşayırsan. Nə oxşayıram? Restorana gələn yoxlamaya. Nə restoran? Verilmə ideya gəldi. Gördün? Çerez askıraq vasitəsilə. Mən də onu dedim, askırandan sonra gəldi. Qolaq as. İdeya gəldi. Buna bax. Nə ideya? Gəl dalımca. Doğrudan, ha? Nə ideya fikirləşmirsən, dinən də? Belə gəzeyim mən də. Belə? Ay, sağ ol. Deyirəm, cəmaat necə işləyir. Sənə dediyim vaxtında özümüzə iş tapaq. Buna bax, qardaş Soundtrack işləyir. Ayda 1000 manat maaş alır, 300 manat bonusu da olur, çakçuku da olur. Şimdi bizi orada işe götüren kimdi? Bizim maaşımız vurmaqdı, çakçukumuz da zakuska. Şimdi bizi oraya işe götüren. Düş götürmürlər. Hem de antrikota bak. Ona elə bax şişdə gətirirlər, bax belə şişdə yeyərəm. Bir dənə antrikot var, bax o var ha. O ilə bir də litr gedər. Bir stəkan da doğğa olar. Doğğa, bütülərə bax, bütülərə. Qazan yeməkləri nə yaxşıdır burada. Ya elə gedək də. Ağzım sulanır. Darıxma hamısını yeyəcək, gəl bəri. Hamısını yeyəcək, gəl bəri. Gəl bəri. Əla deyə bura. Xoş gəlmisiniz. 2 nəfərsiniz? Salam aleyküm. Görmürsən 2 nəfəri. Yox, 7 nəfəri, 5'imiz görsənmirik. 2 nəfəri. Ola bilər də oturur, kimsə gələr, heç kim gəlməyəcək. Biz yoxlamayıq. Bəli, gəlmişik sənətli, sünatlı. Yoxlaya görə siz cəmaata keyfiyyətsiz yeməklər verirsiniz, yoxsa yox. Bəli. Get menyunu gətir, bir menyu ilə tanış olmalıyıq. Baş üstə müəllim, siz keçin əyləşin, mən gətirirəm. Orada əyləşə bilərik. Bəli, buyurun. Keç, indi baxacağıq da nə var, nə yox. Burada yox. Necə fəaliyyət göstərir bu restoran? Buyurun müəllim. Ay, sağ ol. Nətər plandır. Əla, bax. Sən bizə demək ver, 3 bacı dolması ver, yarpaq dolması ver, sonra kabab ver bizə, belə qurut da ver, yaxşı? Baş üstə. Hə, mən də toyuq kababı istəyirəm. Amma onu qurudmayın ha. Qurudan da pis olur. Baş üstə. Hə, şey deyir, xiyar turşusu ver, pomidor turşusu ver, pomidor turşusunun suyunu ver, sonra araq verirsiniz. Bəli, veririk. Ay sağ ol. Sən o araqlardan hərəsindən adama bir stəkan ver, görək siz cəmaata nə tər araqlar verirsiniz. Hamısını yoxlamalıyıq, olan dadına baxmalıyıq. Bir dənə də ağ pendir də ver. Ağ pendir də ver. Hə. Oldu, gətirirəm indi. Tez olsun, tez olsun. Get. Biraz tez olsun. Gördün? Sən qardaşa qulaq as. Sənətkarsan da, sən demişəm. Ay, illəri sənətkarıyam. Mən dünən çıxmamışam. Bitirəm, bu gün üçün. Bilməmişsən kimlərlə vurmuşam? Seryoz aparaq özümüzü. O nədir? Çəkilsinlər. O nə deməkdir? Ciddi də, ciddi. Hə, dünən ciddi də. Buna bax, göz yaşıdır, göz yaşı. Deyirəm ki, sən belə şeylərdə qardaşıma güvən. Mən belə şeylərin ustasıyam. Narahat olma. Burada, mənə bax, birdən bizdən vəsiqə istəsələr, onda necə? Götür, vuraq. Vəsiqə istəsələr, iş işdən keçmiş olsun. Götür, sən getir. Vuraq. Ay can. Mənə bax. Bir də bundan üçün buskoladan. Deyirəm ki, toyda necə araq verməyəsən, mənə çatmır da o da. O cür yemək, içmək, bir də ki, mənə dəvətnamə verilən gündən düz 1 aydır. Mən 12 nəfəri stolda vurmağa məşq edirəm. Qaynanam, qaynatam hamısı oturub, onlarla məşq edirəm ki, xırda. 12 nəfər üçün sağlıq deyirdim ki, dilim birdən məclisdə də deyərəm. Qeyb görəm araq yox. Mən onu deyəm mənəm, bizdə alınmır.
O eləsəm 12 nəfəri stola uzadıb mənə ağlayarlar. Doğrudan. Sağlamlığımdan əsər əlamət qalmır. Ay yox, ala, mən 12 nəfəri üst solda dayanmadan məşq edirdim ki, birdən dedim çatdırmaram da onlara vurmağa da. Heyf. Sən can bir də dolmaya bax. Ölürəm dolmasında. Semiçka deyil, semiçka. Mən də inan. Gedirsən, gəlirsən, bir dənə 50, bir dənə də soyuq dolma atırsan ağzına. Ləzzət eləyir. Ləzzətlidir. Müəllim, hər şey yaxşıdır. Əti hardan alırsınız? Sertifikatı var? Bəli, var. Bir dəqiqə gətirim. Hə, gətir. Yer gətir. Hə? Sənin bunu yormaq lazımdır. Bunu ancaq göndərmək lazımdır ora-bura ki, bu sertifikat yadına düşməsin bunun. Futbolda nətərdir? Bax, Lewandowski zaşinlikləri yorur. Ramil Yamal deyək, o da bir tərəfdən qoyur qollarını. Yamal. Yamal, o da bir tərəfdən vurur da qolda. Mənə bax, bəlkə deyirəm, tez bunu içək qaçaq. Narahat olma, hara qaçaq? Hələ kabab demişəm, Kabab gəlir isti. Gəldi. Qardaş, bu arada bir də başqasını da verin də onu da yoxlayaq. Bəli, müəllim, buyurun. Nə olub, nə məsələdir? Yoxlamadan gəliblər. Bayaqdan yeməkləri, araqları yoxlayırlar. Bunlardır? Bəli. Elvar. Yoxlamadan siz gəlmişsiniz. Bilmirsiniz, bura mənim restoranımdır. Bura sənin restoranındır? Xeyirli olsun. Geyinmisiniz, keçinmisiniz. Mənim restoranıma gəlmişsiniz yoxlama kimi. Sizə havayı yeyib içmək lazım idi. Mənə deyirdiniz, təşkil eləyərdim də. Mən dedim də eləməyək də. Yox, başa salaq da qardaşı da. Bugün bizi toya çağırıblar, ikimizi də. Gedib baxırıq ki, sürədə hər şey var. Vurmağa heç nə yoxdur. Ona görə də əsəbimizdən toydan çıxdıq. Bu 20 manata gedib belə kostyum götürüb də, arendiya, prakata götürüb. Onun pulunu düdük bir nəyəsə çıxardaq da. Mən ama pencək geyib götürmüşəm. Onun pulunu nəyəsə çıxartmaq lazımdır. Ona görə belə bir plan qurduq ki, gələ burada xırda bura. Şamın onun toyu? Nə oldu? İnanırsan, mən də oradan gəlirəm. Araq yox et deyənə. Qanım lap qaraldı. Bir dənə stul gətir. Oradan baxalı bir araq da gətir. Yeməkləri də dobra elə. Mən deyirəm kim gəlib yoxlamağa, kimi yoxlayacaqlar, nə yoxlayacaqlar. İndi mən sizi yoxlayacağım, görüm araq toydan çıxandan sonra kim çox içir. Sən də toya girməmiş pul yazırmışdın. Araq yoxdursa pul da yoxdur. Oraya yazdıracağım 100 manata, sizin kimi oğullarla oturub yeyib içərəm də. Sağ ol. Araq nə oldu? Sağ ol, yiyinsən başqa şey. Halal olsun. Stolun ondan gətirsinlər də. Hər şey doldursunlar. Gətirəcək. Yerək çıxıb da, bilirsən, xəbərim var da. Var. Altta da var, marketlərdə görmüşəm. 120 manata. 10 dənəsi ala bilərsən, 10 dənəsi. Alalım. Sən öl. Sən öl. Alacaq. Əla.